Funksiyanın təyin oblasını tapın. Funksiyanın həm tərs funksiya, həm də kök adda ifadəsi var. Kvadrat kökün adda bilirik ki, ifadənin qiyməti mənası olması üçün onun qiyməti sıfırdan böyük bərabər olmalıdır. Lakin kök adda ifadə məxrəcdə olduğu üçün biz sadəcə böyükdür sıfır şərti ilə bunu həll edə bilərik. Burada da diskriminantı tapsaq görərik ki, mənfi burada B1'dir. 1'in kvadratı çıxılsın 4 vur 1 vur 1. Və bu da 1 çıxılsın 4 bərabərdir -3. Yəni sıfırdan kiçik verir. Diskriminantı sıfırdan kiçik. Burada əmsallara baxsaq, əmsallar A1'dir, B1'dir və C də 1'dir. Əmsalı x kvadratın əmsalı müsbət, diskriminantı isə mənfi olduqda ifadə həmişə müsbət qiymət alır. Yəni böyükdür 0 yazılıb, həmişə müsbət qiymət alır. Yəni x-in istənilən qiymətində bu ifadənin mənası var və istənilən qiymətində biz funksiyanı funksiya üçün qiymət tapa bilərik. Deməli, təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədərdir.